2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətdə ayrılan vəsaitin həcmində artımlar gözlənilir və bu istiqamətdə 17,1 milyard manat vəsait ayrılacaq. Mövcud rəqəm isə büdcə xərclərinin 41%-dən çox deməkdir. Bu sözləri Baku VS açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə qanunla müəyyənləşən artımlar Milli Məclisin və ya qanunverici orqanın səlahiyyətindədir. Belə ki, ehtiyac meyarı, o cümlədən yaşayış minimumu da qanunla tənzimlənir. Veteran pulu daxil olmaqla digər müavinətlərdəki artımlarla bağlı təkliflər var. Milli Məclisə təqdim edilən təkliflərdən biri ondan ibarətdir ki, bu məbləğin kommunal, nəqliyyat və digər xərclərdəki artıma bağlanması daha məqsədə uyğun olardı. Bu məbləğ müəyyənləşəndən sonra məhz həmin kommunal xidmətlər, nəqliyyat və digər istiqamətlərdə artım faizi nə qədər olubsa, ona uyğun indeksləşdirmək olar. Eyni zamanda gələcəkdə həmin istiqamətdə artımlar olursa, artıq ilin sonunda indeksləşdirilib və pensiyalarda olduğu kimi məhz veteran pulu və ya digər uyğun müavinətlərin artırılması həyata keçirilə bilər deyə deputat açıqlamasında bildirib.